Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri. Bir müddət videolarımıza fasilə vermişdik. Bugün 6 aprel tarixində güvən nəşrlərinin blok fənlərindən sınaq imtahanı oldu. Biz yenə də abituriyentlərə dəstək məqsədi ilə 10-cu və 11-ci siniflərin informatika fənnindən olan suallarını sizlə bir yerdə təhlil eləyəsinik. Keçək baxaq suallarımıza. Xatırladım ki, blok imtahanlarına az qalıb. İnformatika fənnindən yüksək nəticə əldə etmək istəyən hər bir şagird dərslərimizə müraciət edə bilərlər. Dərslərimiz həm əyani, həm də onlayn şəkildə tədris olunur. Yəni dərslərimiz neftçilər ərazisindədir. Onlayn şəkildə də Zoom platforması üzərindən qoşula bilərsiniz dərslərimizə. Bununla bağlı suallarınız olarsa, nömrələrimizdən əlaqə saxlaya bilərsiniz. Bacardığımız qədər sizə köməklik göstərərik. İndi isə keçək baxaq suallara. Deməli belə, birinci başlayırıq 11-ci sinif birinci qrupun sualları ilə. Deməli, burada baxaq görək nələr var. Deməli, başlayırıq 61-ci sualla. 61-ci sualda bizə nə veribdir? Say sistemlərinə aid bir sualdır. Deməli belə, 111-8-lik, 111-16-lıq nəticəni bizdə onluq say sistemində istəyirdi. Elə biz də bunu birbaşa onluq say sisteminə çevirib toplasaq, nəticəni ala bilərik. 1 vurulsun 8-in kvadratı, 1 vurulsun 8 üstü 1 və 1 vurulsun 8 üstü 0. Bu da nə verir bizə? 64 üstə gələk 8, 72 üstünə də 1 gəlsək, bu bizə verəcək 73 onluq say sistemində. Daha sonra isə 16-lıq say sistemindən onluq say sisteminə çevirsək, 1 vurulsun 16-nın kvadratı plus 1 vurulsun 16 üstü 1 və 1 vurulsun 16 üstü 0. Bu da bizə nə verir? 256 üstə gəlsək 16. Bu bizə verəcək 272. Üstünə də 1 gəlsək, bu da bizə verəcək 273 onluq say sistemində. Daha sonra isə 273 ilə 73-ü cəmləyirik. 6, 4, 1 yadda, 2, 1 də yadda, 3, 346 onluq say sistemində 61-ci sualımızın cavabı olacaq A variantı. 62-ci sualda nə deyir? 50 tam dolu yaddaş kartından hər birinin yaddaşı 512 kilobayt olan 10 ədəd qrafik fayl, 4 megabaytlıq səs faylı və 8192 kilobitlik mətn faylı sildikdən sonra yaddaş kartının dolu hissəsinin həcmi 22 megabayt oldu. 50 bu yaddaş kartı ilə eyni həcmli yaddaş kartına neçə 3 megabaytlıq fayl yerləşdirə bilər? Deməli, hər birinin yaddaşı 512 kilobayt olan 10 ədəd qrafik. Deməli, 10 dənə 512 kilobaytlıq fayl, 4 megabaytlıq səs faylı, bunun üzərinə 4 megabayt əlavə eləyək və 8192 kilobitlik mətn faylı plus 8192, bunu da bizə verib kilobitlə. Sildikdən sonra yaddaş kartının dolu hissəsinin həcmi 22 megabayt oldu. Bunların hər birini megabayta çevirək öncə. 512 kilobaytı 1024-ə bölsək, 1024-ə bölsək. Bu 0.5 megabayt kimi baxa bilərik də biz buna. 10 vurulsun 0.5 megabayt, üstə gələk 4 megabayt, üstə gələk. İndi buradan kilobiti megabayta çevirsək, bu 8192 kilobit. Bunu gələk cəhd eləyək, çevirək megabayta. Necə çevirərik bunu? Gəlin bunu parçalayaq. Kilo mega hissələrinə parçalayaq. Əvvəlcə kilodan megaya keçəndə 2 üstü 10-a bölməliyik. Və bitdən də bayta keçəndə 2 üstü 3-ə bölməliyik. 8192-nin özü 2 üstü 13 deməkdir.
və bunu da 2 üstü 10-a və 2 üstü 3-ə böləndə elə bu bizə 1 megabayt gəlib vermiş olacaq. Deməli 1 megabayt da burada 10-u 0.5-ə vuranda 5 üstə 4 9 bir də burada 10 megabayt. Deməli silinən həcm 10 megabaytdır. Deməli deyir ki, yaddaş kartının dolu hissəsinin həcmi 22 megabayt oldu. Deməli yaddaş kartının ümumi həcmi 10 üstəgəl 22, 32 megabayt imiş bu yaddaş kartının ümumi həcmi. Deyir ki, Əli bu yaddaş kartı ilə eyni həcmli yaddaş kartına neçə 3 megabaytlıq fayl yerləşdirə bilər? Yəni soruşur ki, 32 megabaytın içərisində neçə dənə 3 megabayt yerləşdirmək olar? Təbii ki, tam şəkildə 32-ni böləndə 10 düşür, qalıq qalır. Tam şəkildə 10 dənə 3 megabaytlıq fayl yerləşdirə bilər. 62-ci sualın cavabı bizdə C variantı olar. Nə deyir burada? Deyir ki, alqoritm nümunəsinin icrasından sonra ABC nəticəsini müəyyən edin. Deməli, A bərabərdir 5-ə. A bərabərdir 5. Bu aydın məsələ. Onda B bərabərdir A plus 4-ə. B də bərabər olacaq. Yəni 5 plus 4. Bu bizə verəcək 9. A-nın yeni qiyməti bərabərdir B üstəgəl A-ya. Yəni 9 ilə 5-i topladım. Bu mənə verdi 14. Dəyişən yeni qiyməti al deyə dəyişənin köhnə qiymətini unutmalıyıq. Və C də bərabərdir A vur B-yə. Yəni 9 vurulsun 14-ə. Bu da bizə 126 verər də. Yəqin ki 90, 36, 126. Deməli bizdən nə istəyir? ABC cəmin istəyir. 126 ilə 14-ü A plus B plus C-ni istəyirdi bizdən. Yəni 14 üstəgələk 9 üstəgələk 126. 126 ilə 14-ü cəmləsək bu bizə verər 149 da burada 149. 63-cü sualın cavabı D variantı. 64. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bir A siyahısı veribdir və bir də B siyahısı veribdir. Deməli, bizdə dövrlə, for dövrü ilə, sayğaclı dövrlə A siyahısının elementlərinə müraciət edir. Yəni, for i in A yazılışı nə deməkdir? I-nin aldığı qiymətlər ardıcıllıqla A siyahısının elementləri olacaq. Və bizə deyir ki, əgər həmin o elementlərdən 3-ə böləndə qalığı 1 alınanlar hansıdırsa, onu B siyahısına əlavə elə, ancaq 2 mislin əlavə elə. Məsələn, mən gəlib baxıram. Baxıram ki, bu i-nin aldığı qiymətlərdən hansını 3-ə bölsəm 1 qalıq qalacaq. Bu 1-in özüdür. 2-ni 3-ə böləndə 2 qalıq qalır. 3-ü 3-ə böləndə deməli 1 qalıq, 0 qalıq qalır. 4-dür ki, 3-ə böləndə 1 qalıq qalır. 5-i 3-ə böləndə 2 qalıq qalır. 6-nı 3-ə böləndə qalıq qalır. Deməli, burada bu if şərti i-nin 1 və bir də i-nin 4 qiymətlərində ödənir deyə bizdə B siyahısına həmin 1 ilə 4-ün 2 mislini əlavə eləyəcək. Yəni, bizdə print B deyəndə B siyahısının elementləri 1-də ödənib deyə 1-in 2 misli 2 olacaq, bir də 4-də ödənir deyə 4-ün 2 misli 8 olacaq. Burada da cavabımız C variantı. Yəni, proqram fraqmenti A siyahısının 3-ə bölünəndə, A siyahısı elementlərindən 3-ə bölünəndə qalıqda 1 alınanların 2 mislini B siyahısına əlavə eləyirdi 64-cü sualımızda. Baxaq görək 65-də bizə nə dedi? Dedi ki, nisbi ünvanın yazılmış variantı seçin. Deməli, biz Excel-ə aid bir sualdır, elektron cədvəllərə. Ünvan tiplərində 3 cür ünvan öyrənirdik. Nisbi ünvan, mütləq ünvan, qarışıq ünvan. Nisbi ünvanda deyirdik ki, sadə sətir, sadə sütun. Yəni, hərfin və rəqəmin qarşısında heç bir simvol olmasın. Mütləq ünvanda deyirdik ki, hərfin və rəqəmin qarşısında dollar işarəsi olsun. Qarışıqda ya hərfin, ya rəqəmin ikisindən birinin qarşısında dollar işarəsi olsun. İndi biz bu dollar işarəsi olan variantların hamısını silsək, nisbi ünvan bir dənə qalır B variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Müəyyən eləyək. A-nın qiyməti 6-dır. Deyir ki, 6 5-dən böyükdürmü? 6 5-dən böyükdür. If ödənir, bu şərt ödənir deyə print A plus 2, yəni çap olunacaq 8. 8 və daha sonra end deyir, boşluq qoy. End nə deməkdir? End deyir ki,
Yəni çap olunacaq nədirsə mənim ardımca gəlsin. Bu 8-dən sonra bir boşluq. Enddə də burada bir boşluq verib deyə. Burada bir boşluq. Sonra düşürük ikinci ifə. A bərabərdir 7-yə. A-nın qiyməti 6 idi. Prosesin gedişatında A-nın qiyməti dəyişməyib. 6 7-yə bərabər deyil deyə, yəni burada şərt doğru deyil deyə bu print icra olunmayacaq. Elifi yoxlayırıq. Elifdə nə deyir? Deyir ki, A-nın 2-yə bölünməsindən alınan qalıq 1-dirmi? A-nın yenə də qiyməti dəyişməyib 6-dır. 6-nın 2-yə bölünməsindən alınan qalıq 1 deyil deyə print də icra olunmayacaq. Düşüb else icra eləyəsiyik. Deyir print A, ancaq bu A ədəd tipində A deyil. Yəni bu bir belə deyək ki, ədəd deyil. Bunu bizə dırnaq içərisində veribdir. Deməli bu sətir tipli bir A-dır. Deməli sətri də ədədə vuranda sətir nə olur? Həmin ədəd dəfə təkrarlanır. Deməli burada 8-in ardınca təzədən 2 dənə A çap olunasıdır. Burada da sualımızın cavabı bizdə olasıdır B variantı. 66-cı sualımızda. Verilənlər bazasının idarə etmə sistemi faylı. Deməli, VBIS genişlənməsi istəyir. VOB video obyekt deməkdir. Bu video fayl genişlənməsidir. BMP şəkildir, JPG şəkildir. JAR da arxivləşdirmə faylıdır. Burada data sözündən dat VBIS genişlənməsidir. 68-ci sualda Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Müəyyənləşdirək. Bizə bir alt proqram veribdir. Biz başlayırıq buradan təbii ki, for olan hissədən. Deməli, deyir ki, for i in range 1-dən 10-a qədər 2 addımla. Yəni, bu nə deməkdir? Bu demək ki, i-nin aldığı qiymətlər 1-dən başlayacaq, 2-2 artacaq. Yəni, i-nin aldığı qiymətlər tək qiymətlər olacaq. 1, 3, 5, 7, 9. Və bizə deyir ki, print AI. A-nın AI də bizdə bir alt proqramdır. Gəlib baxırıq, məsələn, i-nin qiyməti 1 olsa, A1. A1 nəyi hesablayacaq? Elə bir burada x-in yerində 1 qoyasıyıq da. X-in yerinə 1 qoyanda 1 5-dən böyük deyil deyə, yəni 1 5-dən, i-nin qiyməti 5-dən böyük deyil deyə, onda əks haldıya baxırıq. Bizə 0-ı qaytaracaq. Return 0. Deməli, birinci i1 olanda bizə print 0-ı çap eləyəcək. Sonra i-nin qiyməti 3 olacaq. Bu gəlib A3-ü hesablayacaq. 3 5-dən böyük deyil deyə. Yenə bizə enddə nə deyir? Deyir ki, növbəti çap eləyəcəyi mənim ardımca çap elə. 3 qoysaq, 3 də 5-dən böyük deyil deyə return 0, 0-ı çap eləyəcək. 5 qoysaq, yəni gəlib A5-i hesablasaq, i-nin yerinə 5 qoysaq, 5 qoysaq, 5 5-dən böyük deyil deyə yenə 0. İndi gəldik, baxdıq, 7-ni gəlib hesablasaq, A7-ni hesablayanda 7 5-dən böyükdür deyə bizə 7-ni qaytaracaq, return x veribdir, çünki if artıq ödənir. Və A-nın yerinə 9, i-nin yerinə 9 qoyanda, A9-u da hesablayanda 9 5-dən böyükdür deyə bizə 9-u çap edib verəcək. Deməli, bu sualımızın cavabı A variantı 0 0 0 7 9 68-ci sualımızda. Baxırıq 69-cu suala. Nə deyir? Mətn faylının hazırlandığı əlifbanın gücünü dəyişdikdə faylın həcmi 3 dəfə artdı. İlkin əlifbanın gücü 4-ə bərabərdirsə, fayl sonradan neçə simvollu əlifba ilə hazırlanmışdır? Aha, deməli biz deyir ki, ilkin əlifbanın gücü 4-ə bərabərdirsə, əlifbanın gücü nə idi? Əlifbanın gücü n idi də. N bərabərdir 4-dürsə, yəni əlifbada 4 dənə simvol var. Əlifbanın gücü əlifbadakı simvol saydı. Bu nə deməkdir? 2 üstü 2 deməkdir. Deməli, buradan i bərabərdir 2 bitə. Yəni, bu əlifbadakı bir simvolun həcmi 2 bit olasıdır. 2 bit olasıdır. İndi gəldik, baxdıq. Deyir ki, əlifbanın gücü dəyişdikdə. Mən deyirəm ki, əlifbanın gücü n bərabərdir 2 üstü i oldu. 2 üstü i oldu. Onda da bir simvolun həcmi i bit olasıdır. Bura n1 yazıram, burada n2 yazıram. Bir simvolun həcminə i bit deyirəm. Bir simvolun həcmi. Aha. İndi mənə nə deyir? Mənə deyir ki, ilkin əlifbanın gücünü dəyişdikdə faylın həcmi 3 dəfə artdı. Faylın həcmi 3 dəfə artdı. Yəni,
Məsələn, məndə burada bir simvolun həcmi 2 bit idi. Məsələn, mən tutaq ki, deyirəm ki, x sayda mənim də x sayda simvolum var. X sayda simvol. Mən onda x sayda simvolun həcmini hesablayanda nə etməliyəm? Bir simvolun həcmini x-ə vurmalıyam da. Bu olur 2x. Ha, ikinci halda i bitlə hesablayıram deyə i vurulsun x olur. Mənə nə deyir? Mənə deyir ki, faylın həcmi 3 dəfə artdı. Yəni bundan buna keçəndə həcm 3 dəfə artıbdır da. İndi gələk baxaq. Elə bir burada 2 bitdi. Bizim simvolumuzun həcmi 3 dəfə artmalıdır ki, faylımızın ümumi həcmində 3 dəfə artmış olsun. Elə buradan gəlib mən 2-ni, əvvəlki əlifbamın gücü 4 idi deyə bir simvol 2 bit idi. Bir simvolumun həcmin 3 dəfə artırsam, bir simvolumun həcmi olacaq 6 bit. Cavab 6 deyil ha burada. Deyir ki, neçə simvollu əlifba ilə hazırlanmışdır. Yəni faylın növbəti dəfə 3 dəfə artması üçün faylın gərək bir simvolunun həcmi 6 bit olsun ki, ümumi faylın həcmi 3 dəfə artsın. Onda bu deyir ki, neçə simvollu əlifba ilə hazırlanıb. Mən n-i tapmalıyam. N də 2 üstü i idi. i-yə də 6 tapdım. Bu deyir 64 simvol. 69-cu sualda da cavabım olacaq Y variantı. Deyir ki, şəkildə fayllar və onların həcmləri göstərilmişdir. Səs fayllarının diskdə tutduğu həcmi tapın. Bir klasterdə deyir ki, 4 kilobayt qəbul edin. Əməliyyat sistemlərinə aid olan bir sualdır. Səs faylı deyirsə MP3 səs faylıdır. Səs faylı JPG şəkildir. MID səs faylıdır. MP4 video faylıdır. PPTX PowerPoint'dir. RTF sənəd faylıdır. WAV səs faylıdır. İndi gəldik, baxdıq diskdə tutduğu həcmi. Birinci baxıram bu 15 kilobaytlıq fayla. 15 kilobaytlıq faylım neçə dənə klasterə yazılar? Mən bunu 4 kilobaytlıq hissələrə bölsəm, 3 düşür, qalıq da qalır deyə bu 4 klasterə yazılacaq. 4 klasterə. 4 klasterində 4 kilobaytdan həcmini hesablayanda, yəni mənim 15 kilobaytlıq faylım diskdə 16 kilobayt yer tutacaq. Sonra 20 kilobaytlıq faylım 4 kilobaytlıq klasterdən tam 5 dənə klasterə yazılmış olur və elə bu diskdə də 20 kilobayt yer tutacaq. Daha sonra 9 kilobaytlıq faylım 4 kilobaytlıq klasterlərdən ikisinə yazıla bilmir, 3 klasterə yazılacaq. Yəni bu bölmədə həmişə artığı ilə götürürsünüz. Qalıq qalan hissədə bir klasterə yazılır deyə bunu həmişə artıq götürürsünüz. 3 klasterdə 4 kilobaytdan bu da 12 kilobayt eləyəsidir. Bunları da gəlib cəmləsək 16, 20, 36, 36 ilə də 12-ni cəmləsək C variantı 48. Bunu bəzən adi mənim dərs dediyim şagirdlər də çarxırlar, faylları ümumi cəmləyib sonra məsələn, yəni belə yanaşma eləyirlər. 15, 20, 35, 35, 9 da burada 44, sonra onu bölüb hesablayırlar ki, tam elə 44-ü 4-ə böləndə 11 klasterdə elə olduğu kimi qalacaq. Bax, görürsünüz, cavabda 44 də veribdir. Adətən belə olur, amma bu yanaşma yanlış yanaşmadır. Cavab 44 olmaz. 71-ci sualda nə deyir? Çıxış qurğularını seçin. Mikrofon giriş qurğusudur. Prosesor. Burada P hərfi ilə gördüyünüz qurğular, söhbət periferiya qurğularından gedir. P hərfi ilə gördüyünüz qurğular çıxışdır. Burada da bir dənə qəşəng 2 dənə variant var. Burada prosesor periferiya qurğusu deyil, mərkəzi hissədə yerləşən qurğudur deyə B variantı yanlışdır, amma C variantı printer, proyektor, plotdir. Hər biri çıxış qurğularıdır. 71-ci sualda. 72-ci sualda nə deyir? İmtahan sözündə kursor P və A simvolları arasında yerləşir. Aşağıdakı klaviş kombinasiyalarını ardıcıl çıxdıqdan sonra nəticəni tapın. Deməli, deyir ki, bizə verib bir imtahan sözü. İmtahan. Deyir ki, kursor T və A simvolları arasındadır. Burada da bizim kursorumuz dayansın. Ardıcıllıqla Ctrl-I. Ctrl-I nədir? İtalik format, yəni kursiv yazı. Deməli, kursiv yazı Y variantı çıxacaq, orada kursiv yoxdur. Bu getdi. Sonra ardınca gəlir Ctrl-B, bold jırını qalınlaşdıracaq. Qalın yazılış burada C-də görsənir, bir də B-də görsənir. C-də, B-də görsənir.
Məndə burada variantlarda, yəni bu ardıcıllıqda Ctrl U underline yoxdur. Yəni altdan xətt yoxdur. Yəni bu yazılışların heç birində altdan xətt olmayacaq deyə D variantın çıxdım. Deyir ki, deməli, ardıcıl çıxdıqdan sonra nəticəni tapın. Ctrl A seçimdir. Ctrl C kopyalamadır. Ctrl V də e, Ctrl kopyalamaq və bir də yapışdırmaqdır. Ctrl C, Ctrl V. Cut və paste əməliyyatları. Burada sadəcə dəyişikliyi bu Ctrl I və Ctrl B klaviş kombinasiyaları icra eləyəsi. Yerdə qalanlar şriftlərin üzərində bir dəyişiklik verməyəcək. O da kursivlə qalın yazılmış imtahan və imtahan sözü iki dəfə təkrarlanacaq. Yəni Ctrl A seçim, Ctrl C kopyalamaq, Ctrl V də onu bir də təkrarlamaq. Burada cavabımız olacaq 72-də C variantı. Keçdik, baxdıq bir balaca irəlilərə. 73. Nə deyir bizə? Deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Müəyyənləşdirək. A333, B444, print STR, len STR, A. Deməli, birinci baxaq burada STR, A nə deməkdir? Yəni, bizə verilmiş 333 ədədin, 333 ədədin çevirir sətrə. Yəni, buradakı STR-A olasıdır dırnaq içərisində 333. Sonra gəlir len. Len neyinir? Lenin içərisində verilmiş, belə deyək də, simvolları sayır. Yəni, buradan bura qədər olan nəticə də, yəni, bu söhbət bu ikinci mötərizəyə qədər olan hissədən. Bu da olur 3. Yəni, bu hissənin nəticəsi 3-dür. STR də təzdən o 3-ü çevirir sətr tipinə. İndi gələk baxaq. Bu tərəfdə nə var? STR B. Yəni, bu 444-ü çevirdi. Nəyə? Sətr tipinə. Eyni qayda ilə len STR B. Yəni, buradan bura qədər olan hissədə simvolları. Yəni, bu 444-ün simvolları sayılacaq. Bu da olacaq 3. Təzdəndən o 3-ü də çevirir. Nəyə? Sətr tipinə. Və gəlir burada sətirləri neyinir? Toplayır. Sətirlərin də toplanması nədir? Konkatensiya. Yəni, bunları biz birləşdirib yan-yana yazırıq. 73-cü sualda cavabımız olacaq D variantı. Nə dedi burada bizə? Deyir ki, A3, D3 diapazonu üçün qurulmuş diaqram aşağıdakı kimidir? A3, D3 diapazonu üçün. Aha. Nə istəyir? B1 xanasının qiymətini tapın. B1 xanasının qiymətini deməli, baxaq görək burada nə verib? 2 dənə 25% veribdir. 1.33, 1.17% veribdir. Görək burada B1 xanasının qiymətinə X desək, bura nə olacaq? B1 vuraq 2. B1 vuraq 2 nə deməkdir? B1 X sonda bura 2X deməkdir. 2X deməkdir. Bura nə yazıb? S2 üstəgələk 4. S2 üstəgələk 4 nə deməkdir? S2 2X isə burada 2x üstəgələk 4 deməkdir. Sonra baxaq bura. B1 vuraq 2. Burada 2x deməkdir. Sonra bura nə deməkdir? D2 çıxaq 1. D2 2x plus 4 isə onda bu 2x plus 3 deməkdir. Bura nədir? S2 üstəgələk B1. S2 2x-dir. B1 də x-dir. Onda burada olacaq 3x. Onda bu D3-də nədir? A3 vuraq 2 deməkdir. A3-ün qiyməti nədir? 2x. 2x vur A3 vuraq 2. Yəni 2x vur 2, bu da 4x deməkdir də. 4x deməkdir. İndi gəldik, baxdıq. Burada bizdə 2 dənə, bax bu 2 də burada 25%-dir. Baba, bu 3-dən nömrələnən hissə də 25%-dir. İndi bilmirəm, yaxşı görürsünüz skanla. Burada 25%-dir. Deməli, burada xanalardan ikisinin qiyməti bərabərdir. Biz burada nə edə bilərik? Bu 2x, bu 3x-ə bərabər olmaz. Amma biz burada belə götürə bilərik. Bu 2x, 2x plus 3-ə də bərabər olmaz. Təbii ki, 2x 4x-ə də bərabər olmaz. Yəni, bu 2x görünür ki, bu xanaların hər birindən kiçikdir. Yəni, bu 2x, bu 17%-lik hissiyə uyğun gəlir də. Yəni, buranın elə bir qiyməti 2x-dir. 17%-lik hissiyə uyğun gəlir.
10'da 10'da bu 33 faizlik hissiyə də 17'nin hardasa bu 4x uyğun. Burada bir balaca uyğunsuzluq var yəqin ki. 4x də bura uyğun gələr. 4x də bura uyğun gələr. Onda biz bu iki xananı bir-birinə, yerdə qalan hər bir hissə 25%-dir deyə bunları bir-birinə bərabərləşdirərik. Yəni 3x-i bərabərləşdirərik 2x plus 3'ə. Buradan da gəlib x-ə taparıq 3. İndi biz x-ə 3 tapdıq. Qiymət olaraq, elə burada da sualımızın cavabı C variantı 3 olacaq. Bir də deyirəm, mən bunu niyə belə götürdüm? Burada görünür ki, bu 2x, 2x plus 3'dən də, 3x-dən də, 4x-dən də kiçikdir. Deməli, bu diaqramın ən kiçik hissəsidir də 17% uyğun gəlir. İndi burada bizdə bir də 4x var deyə, bu da ən böyük hissəsi olmalıdır diaqramın. Çünki bizim diaqram A3 D3 diapazonu əsasında qurulub axı. 4x də ən böyük hissəyə uyğun gələcək. Onda yerdə qalan 2 dənə hissə bir-birinə bərabərdir. Bu da B3 ilə C3'dür. Mən B1-i tapmalıyam. B1-in qiyməti x idi. Onda 2x plus 3'ü 3x-ə bərabərlədim və x-ə 3 tapdım. Sualımın cavabı da oldu C variantı. Sonra gəldik, baxdıq. Verilənlər bazası cədvəlində informatika domeninə görə, domen yəni sütun deməkdir də, cədvəlin sahəsidir. Cədvəlin sütunudur və yaxud. Deyir ki, informatika domeninə görə azalan sırayla çeşidlədikdə ID domeninin yazılarının sıralamasını tapın. Deməli, azalma sırası nə deməkdir? Çoxdan aza doğru düzməliyik. Deməli, çoxdan aza doğru düzəndə birinci gələcək Leyla. Leyla. Leylanın ID-si neçədir? 3. Leylanın ardınca kim gəlməlidir? Sara gəlməlidir. Saranın ID-si neçədir? 5. Sonra Saradan sonra kim gələcək? Üzeyir. Üzeyrin ID-si neçədir? 1. Sonra Üzeyirdən sonra kim gələcək? Bahadır. Bahadurun ID-si neçədir? 4. Bahadurdan da sonra kim gələcək? Validə. Validənin də ID-si neçədir? 2. Deməli, ID domeninin yazılarının sıralamasını tapın. 3, 5, 1, 4, 2. Orada da cavabımız olacaq 75'də Y variantı. Nə deyir burada? 76-cı sualda Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Çalışaq, müəyyənləşdirək. Deməli, birinci printdə bu 5 plus 3. Bu ədədlərin cəmidir deyə mənə 8 verəcək. Sonra 5 plus 3. Bax, bu 5 plus 3 elə 5 plus 3 olaraq görünəcək. Niyə? Dırnaq içərisindədir, sətir tipindədir. Burada bu 5 plus 3 belə çap olunacaq. Sonra ardınca 5 və ardınca 3. İndi gəlin baxaq. Separate minus işarəsi verir. Yəni deyir ki, bunları dırnaq içərisində çıxaq işarəsi verir. Çıxaq işarəsi ilə ayır. Bunların arasına gəlib çıxaq işarələrini əlavə edəcəm. End ulduz verib. Deyir ardınca ulduzu əlavə elə. Və bundan sonra çap olunanlar da bunların ardınca gələcəyindi. İndi gəlin baxaq. Bunun ardınca nə gəlir? 3 plus 5 və bir də 3 plus 5 və bunları da plus işarəsi ilə ayır. Yəni ulduz 3 plus 5 təzdən bir də üstəgəl işarəsi bunun artıq bu ədəd kimi verib nəticəsini yazacaq 8 plus 8. Görək belə variantlarda var. 8 çıxılsınla başlamalıdır. 8 çıxaq 5 üstəgələk 3 çıxaq 5 çıxaq 3 vuraq 3 üstəgəl 5 üstəgəl 8-də bizdə 76-da B variantında verilib. Keçdik irəlilərə. 77-də nə deyir? Deyir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A 55-dir, B də 3-dür. Deməli, A-nın B-yə tam bölünməsini hesablayırıq. Deməli, biz 55-i 3-ə böləndə 54-ün, belə deyək, 55-i 3-ə böləndə 18 düşür, qalıq qalır. Amma bu bölmə tam bölmədir deyə biz buradan, yəni o qalıq hissəni götürmürük də, ancaq tam hissəni götürürük. 55-i 3-ə böləndə 18. Təzdən bir də 18-in 3-ə bölünməsindən alınan hissə, amma burada, baxın, 18-i 3-ə bir dənə bölməklə bir drob işarəsi verib burada. Bir drob işarələrində kəsir hissələr görünməlidir. 18-i 3-ə böləndə 6 tutur, amma bu nəticə olaraq kəsir hissəsi də görsənməlidir bunun.
Ə, nə zaman 6 olardı? Təzədən o hissənin də 2 drop 2 bölmə işarəsi versəydi, ona görə 77-ci sualda cavabınız C variantı. Deməli 78-də qraf nümunəsinin qonşuluq matrisindəki sıfırların sayını tapın. Tapaq. Amma burada bircə dəqiqə. Deyəsən, indi bu skan olunmuş versiyadır deyə, bunların hamısı til deyil. Bunların içərisində istiqaməti olan tillər də var. İstiqaməti olan tillər qövsdür. Bu sual biraz çarpıtırıcı ola bilər. Niyə? Çünki standart hamısı ya til olsaydı, ya qövs olsaydı, işimiz daha rahat olardı. Amma indi görək nə edək də burada, nə edə bilərik. Deməli, biz gələrik. Neçə dənə təpə var? 1, 2, 3, 4. Deməli, sayaq bunları. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Ümumilikdə burada 9-un 9-a, yəni 81 xanalı bir matris alınacaq. 81 dənə xanası olan bir matris alınacaq. Normalda biz nə edirik? Qonşuluq matrisindəki sıfırların sayını tapın. Deməli, biz belə deyək də, əvvəlcə birlərin sayını tapırıq. Sonra, yəni belə deyək də, əgər burada qövs olmasaydı, ancaq til olsaydı, tillərin sayı vurur ki, bizə birlərin sayını verərdi. İndi gəlin biz belə deyək. Mən burada 9 təpə var. Mən burada matris qursam, 9-un 9-a 81 xanalı bir matris alacağım. İndi burada til də var, qövs də var. Mən indi ola bilər ki, yəni şəkildə gördüyüm qədərilə mən burada 3-4 dənə qövs görürəm. Yəni biri budur, biri budur. Sonra biri budur, biri budur, biri budur. Şəkildə o qədər də yaxşı görsəmir, amma bunlar qövsdür. İndi gəlin baxaq. Mən əvvəlcə birlərin sayını tapmaq istəyirəm. Birlərin sayını nətər tapasıyam? Birinci tilləri sayıb 2-yə vuracam. Sonra da üstünə qövslər gələcəm. Niyə tili 2-yə vuram? Çünki A-dan D-yə yolda bir hesab olunur. D-dən A-ya yolda bir hesab olunur. Çünki bu tildir. Amma burada istiqamət yalnız C-dən D-yədir. D-dən C-yə yol yoxdur. Yəni mən matris quranda C ilə D-nin kəsişməsinə 1 yazacağım, amma D ilə C-nin kəsişməsinə 0 yazacağım. Yəni sütunla gələndə tutaq ki, mən burada C-dir, burada D-dirsə, burada məsələn C, burada D var da. Yəni demək istədiyim şey budur. Mən C-dən D-yə yol var deyə 1 yazacağım, amma ardıcıllıqda gələndə D-dən C-yə yol yoxdur deyə bura 0 yazacağım. Yəni demək istədiyim şey odur. Ona görə gəlib nə edirəm? Mən əvvəlcə ümumi 81 xana dedim, çox uzatdıq. Əvvəlcə gəlib tilləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və bir də burada 12 dənə til var. Bunu dedim 12 vuraq 2, üstə gələk. Bir də qövsləri sayıram. Qövslərim də 1, 2, 3, 4 dənə. Bu da 4. 12-ni 2-yə vurdum. 24, üstə də 4 gəldim. 28. Deməli, bu nəyin sayı oldu? Birlərin sayı. Birlərin sayı. Məndən nə istəyirdi? Sıfırların sayını istəyirdi. Səhv eləmirəmsə. Aha. Ümumi 81 xana var. 81 xanadan 28-i 1-dirsə, 81-dən də gəlib 28-ini çıxıram. 11-dən 8-ini çıxsam 3. Burada qaldı 7. 7-dən də 2-sini çıxsam 5. Burada da cavabım olacaq. C variantı 53. Uşaqlar bu sualda diqqətli olmasalar çox böyük ehtimal ki, səhv eləyəcəklər. Çünki til qövs məsələsi biraz çarpıcı ola bilər. Hətta bütün tillər qövs olanda belə uşaqlar çarxırlar. Deməli, 79-cu suala baxırıq. Naqilli rabitə kanalında informasiya ötürmək üçün istifadə edilir. Naqilli rabitə kanalı deyirsə, demək naqildən istifadə olmalıdır. Ötürmə mühiti kabel olmalıdır. Burada da kabel olan nə var? A variantı, optik lifli kabel. Rahat sual idi.
Topologiyaları seçin. Seçək. 3 əsas topologiyamız var. Çin, ulduz, halqa. Bir də hibrid topologiyalarda mövcud ola bilər. Bu topologiyaların müxtəlif formada bir-birləri ilə birləşməsindən. 80-ci sualda cavabımız Y. 81-də nə deyir? Deyir ki, dörtlük say sistemində verilmiş 133 ədədini 8-lik say sistemində hansı iki ədəd arasında yerləşir? Deməli, dörtlük say sistemində verilmiş 133 ədədi 8-lik say sistemində hansı iki ədəd arasında yerləşir? Deməli, bunu nə edə bilərik? Biz dörtlük say sistemində verilmiş ədədləri, yəni bu ədədi onluğa çevirib, onluqdan 8-liyə çevirə bilərik. Və 8-liyin sağındakı, solundakı ədədə baxarıq. Ya da ki, ikiliyə çevirib, ikilikdən 8-liyə çevirib, onun sağın, yenə 8-liyin sağındakı, solundakı ədədə baxarıq. Və gəlin belə eləyək, bu 133 ədədi dörtlük say sistemindədirsə, bunu çevirək əvvəlcə onluq say sisteminə. 1 vuraq 4-ün kvadratı plus 3 vuraq 4 üstü 1 və 3 vuraq 4 üstü 0. Bu da nə eləyir? 16 üstə gələk 12, 28, 3 də burada, bu da bizə verir 31. Düz elədik. 16, 12, 28, 3, 31. Bu onluq say sistemində. Təzədən bunu gələk çevirək 8-lik say sisteminə. 8-lik say sistemində də 31-i 8-ə bölsəm, 4 dəfə çox eləyər, 3 dəfə 8-im 24, 31-dən də 24-ün çıxanda 7. Deməli, bu bizə nə verəcək? 8-lik say sistemində bu bizə vermiş olacaq 37. 8-likdə. Deməli, bu 37-nin sağın solunu tapırıq. 37-nin sağı ilə də solunu 8-lik say sistemində tapanda 37-dən 37 8-likdən 1 çıxıram, bu eləyir 36 8-lik və bir də 37 8-liyin üstünə 1 gəlirəm. Bu da 7 ilə 1-i toplayanda 8, 8-dən 8-in çıxanda 0 qalır, 3, 1 də yadda 4 eləyir. 48-likdə 81-ci sualda da cavabımız D olar. 82-ci sualda bizə nə deyir? Bu sualda sizi karıxdıra bilər. Nəzərə alsaq ki, abituriyentlərin çoxu nəzəriyyədən qaçaqdır. Hələ-hələ şəbəkələrin nəzəriyyəsini yaxşı bilən abituriyent barmaqla sayılası qədərdir. Deməli, burada nəzəriyyədə bir hissə var, elə alt-alta dimin nəzəriyyəsindən olan sualdır. Müxtəlif topologiya, müxtəlif protokol və orada müxtəlif və eyni protokol var. Burada deməli, yadınızda saxlayın. Müxtəlif topologiya, müxtəlif protokol deyirsə, siz burada cavab olaraq routeri seçməlisiniz. Əgər misal üçün eyni sözün desəydi, onda siz bridge seçərsiniz. Yəni, əgər belə deyək də, bu hissə ilə bağlı probleminiz varsa, nəzəriyyəni Qaydın dilindən yaxşı-yaxşı oxuyun. 82-ci sualda cavabınız B olacaq. 83-cü sualda 36 səhifəli faylın ilk 4 səhifəsində RGB standartında hazırlanmış 64-64 ölçülü təsvir, deməli, digər səhifələrin hər birində 512 simvoldan ibarət mətn var. Faylın yaddaşda tutduğu həcmi kilobaytla tapın. Deməli, bizim əlimizdə 36 səhifə var. 36 səhifə. Bunun 4 səhifəsində nə var? RGB standartında olan şəkil var. 32 səhifəsində də mətn var. Burada şəkil var. Burada da mətn var. Deməli, deyir ki, birinci baxaq şəkil. Bu şəkillər haqqında nə deyir? Deyir ki, RGB standartı. RGB standartı deyirsə, mənim burada RGB standartında 1 pikselim 3 baytdır, bilirəm ki. Onda mən təsvirin həcmini hesablayanda 3 baytdan bir təsvirin ölçüsü də 64 vur 64'dür. Amma məndə 4 dənə səhifədə belə təsvir var deyə bunu da vururam 4'ə. Bu da nə eləyir? 3 vur 2 üstü 6 vur 2 üstü 6 vur 2 üstü 2. Ümumilikdə nə elədi? 3 vurulsun 2 üstü 14 bayt. Həcmi məndən kilobaytla istəyir deyə bunu da gəlib 2 üstü baytdan kilobayta keçəndə 2 üstü 10'a bölürsünüz də
2 üstü 10'a bölsəz 3 vur 2 üstü 4. Yəni 3 vur 16 kilobayt alasınız. Bu da 48 kilobayt deməkdir. Bu getdi 4 səhifə şəklinizin həcmini tapdınız 48 kilobayt. İndi sonra nə deyir bizə? Deyir ki, digər səhifələrin hər birində, yəni yerdə qalan 32 səhifənin hər birində 512 simvoldan ibarət mətn var. 512 simvoldan ibarət. İndi burada əslində mən bu tip sualların o qədər də tərəfdarı deyiləm. Mətnlə bağlı olan suallarda belə bir düşüncə var ki, standart adı yoxdursa, əlifba simvol sayı yoxdursa, onda həmişə askı ilə götürür. Niyə? Yəni bunu bir sorğulamaq lazımdır. Bura bir belə deyək də düzəliş vermək lazımdır. Yəni əslində yaxşı deyil bunun belə olmağı. İndi biz bunu standart adı falan yoxdur deyə gəlin götürək askı ilə. Yəni o düşüncəyə əməl eləyək. Askıda da bir simvolun həcmi 1 bayt olsun. 32 səhifə 512 simvol 1 baytdan hesabladıq. Bu da 2 üstü 5 vur 2 üstü 9 deməkdir. Bu da eləyir 2 üstü 14 bayt. Bunu da gəlib kilobayta çevirsəm, yenə 2 üstü 10'a bölürəm. Qalar burada da 16 kilobayt. Failin yaddaşda tutduğu həcmi kilobaytla deyir deyə bunları da gəlib toplasaq, bu da bizə verəcək 64 kilobayt. Bu da olur 83-cü sualımızın izahı. Deməli, emal qaydası nədir? Sual işarəsinin yerinə 13-dən 10 verib, 20-dən 4 verib, 42-dən 20 verib, 56-dan 61 verib. Nə edibdir? Girişə verilən ədədin rəqəmlərinin kvadratları cəmin çıxışa veribdir. 1'in kvadratı plus 3'ün kvadratı 10 eləyir. 2'nin kvadratı plus 0'ın kvadratı 4 eləyir. Hamısı ödəyir mi deyəsən ödəyir. 4'ün kvadratı plus 2'nin kvadratı 20 eləyir. 5'in kvadratı plus 6'nın kvadratı 61 eləyir. Nəticə 1'in kvadratı, 2'nin kvadratı, 3'ün kvadratı nə eləyir? 1, 4, 5, 9, 14. Burada da sualımızın cavabı 84'də 14 olar. Gəldik, davam edirik. Utilitləri seçin. Seçək basic proqramlaşdırma dilidir. 1C mühasibatlıqdır. Elektron cədvəldir. Utilit 1, 4. Deməli, 85-ci sualda cavabımız 1, 4. Deməli, nə deyir burada? Klaviaturadan A dəyişəninə 345 daxil edilmişdir. Nəticəni müəyyən edin. Deməli, burada A-ya 345 daxil olunubdur. Gələk baxaq. Nə veribdir bizə? Deyir ki, S bərabərdir 0, I bərabərdir 1, N də bərabərdir 345'ə olsun. 345 sıfırdan böyükdür deyə A-nın ona bölünməsindən alınan tam hissədir. A bərabərdir, onda 345 ilə başlamışdıq. Birinci 10'a bölünmədən alınan tam hissədir. 345'i 10'a böləndə tam 34 düşür. K da A'nın ona bölünməsindən alınan qalıqdır. Onda K da bərabərdir 4'ə. S bərabərdir S plus K-ya. Yəni 0'ın üstünə 4'ü gəlirik və davam edirik. A 0'dan 34 0'dan böyükdür deyə 34'ü 10'a bölürük. 3 düşür və K da A'nın ona bölünməsindən alınan qalıqdır. 3'ün də ona bölünməsindən alınan qalıq 3 eləyir və S-in üzərinə K-nı əlavə edirik. Daha sonra qaydırıq A 0'dan böyükdür deyə 3'ün ona bölünməsindən alınan tam hissə 0'dır. Deməli, A'nın da ona bölünməsindən alınan qalıq 0'ı 10'a böləndə elə K'nın da qiyməti 0'dır. S-in üzərinə 0 gələcək, S-in üzərinə 0 gələcək. Deməli, qaydıram A 0 0'dan böyük deyil deyə yox istiqamətində gedirəm. Daha aydın düşməyib n vurulsun S veribdir yəqin ki burada. N'in qiyməti 345 idi. 345'i də vuracaq 7'yə. 345'i də 7'yə vuranda 35 3 yadda. 28 3 də yadda 31 3 yadda. 21 3 də yadda 24. 2415. Sonra nə deyir? A dəyişəninin 7, B dəyişəninin isə 2 qiymətinə əsasən alınan nəticələrə görə uyğunluğu müəyyən edin. Müəyyənləşdirək. A vuraq ST B. A nədir? A 7'dir. Deməli, birincidə deyir ki, 7 vuraq ST B. Ədədi sətrə vuranda sətr həmin ədəd dəfə təkrarlanır. Yəni, burada 7 dənə 2 alınacaq. 1'ə gedəcək D variantı.
Sonra 2 dənə verib STR A üstəgələk STR B. Bu da konkatensiyadır. Bu da bizə verəcək 72. Burada Y gedəcək. Amma biz sətri ədədə vura bilərik. Sətri sətirlə toplaya bilərik. Amma sətri sətrə vura bilmərik. Sətri sətrə vuranda bu bizə xəta verər. Şöyle gedəcək A variantı. 1D, 2Y, 3A. Sonra gəldik, baxdıq. Nə deyir bizə? Deyir ki, tərəfləri klaviaturadan daxil edilmiş üstbucağın sahəsini tapan blok sxem qurun. Nətər qurarıq? Blok sxem qururuqsa, bu çox güman ki, biz burada hansı düsturdan istifadə edərik? Heron düsturundan da. Deməli, tərəfləri klaviaturadan daxil edilmiş deyirsə, başlanğıcla başlayırıq. Başlanğıcdan sonra daxil etmə. Daxil etmə blokunun içərisində A, B, C bunları daxil elədik. Bunları daxil elədikdən sonra nə etməliyik? Yarım perimetri hesablamalıyıq. Yəni P bərabərdir A üstəgəl B üstəgəl C bölünsün 2. A üstəgəl B üstəgəl C bölünsün 2. Yəni tərəfləri cəminin yarısı, yarım perimetri hesablayırsınız. Yarım perimetri hesabladıqdan sonra da heç nə gəlib sahə düsturunu hesablayırsınız. Bu elə Dimin nəzəriyyəsində olan sual, səhv eləmirəmsə, yəni bunun izahı verilibdir. S bərabərdir P vurulsun deməli kök altında. Bunu da belə yazaq da. P vurulsun P minus A P minus B, P minus C mötərizəmizi bir də bağladıq. Buradan da gəldik, yazdıq. Ulduz 0,5. Və sonra da gəldik, neynədik? S-i çıxışa verdik. S-i çıxışa verəndən sonra yekunlaşdırdıq. Bu oldu 88-ci sualda blok sxem sualımız. 89-da klaviaturadan daxil edilmiş n elementli siyahıda indeksi özündən kiçik olan elementlərin sayını tapan proqramı qurun. İndeksi özündən kiçik olan elementlərin sayını. Bu nə deməkdir? Deməli, tutaq ki, biz hər hansısa bir siyahı elementlərin, yəni belə deyək də, daxil edədiyimiz element siyahıya əlavə olunmalıdır. Məsələn, fərz eləyək ki, indi mən burada sadəcə sualın nə demək istədiyim, sualda nəyi soruşur, onu izah eləməyə çalışacağım və daha sonra onu elə Pythonda yazıb göstərərik də sizə. Deməli, tutaq ki, fərz eləyək ki, biz bir A siyahısı yaratdıq. N elementli bir A siyahısı yaratdıq. Məsələn, bizə deyir ki, indeksi özündən kiçik olan elementlərin sayını tapan proqramı. İndeksi özündən kiçik olan. Məsələn, mən bura daxil elədim 7, bura daxil elədim 0, bura daxil elədim 5, bura daxil elədim 3, bura daxil elədim 1, bura daxil elədim 2, bura daxil elədim 9 və s. və ilaxır. Deməli, yəni bu elementləri daxil elədim. Biz bunların indekslərinə baxanda siyahın indeksləri necə nömrələnir? 0-dan başlayaraq 0, 1, 2, 3, 4, 5, 6. Mənə nə deyir? Mənə deyir ki, indeksi özündən kiçik olsun. İndeksi özündən kiçik olan elementlərin sayın. Bu indeks 0-dır, element 7-dir. Yəni 0 7-dən kiçikdir deyə bunu sayacaq. Məsələn, burada indeks 1-də element 0-dır. İndeks elementdən böyükdür. Burada indeks 2-dir, element 5-dir. İndeks elementdən kiçikdir. Bunu sayacaq. Burada indeks elementə bərabərdir. Burada indeks elementdən böyük saymayacaq. İndeks elementdən böyükdür saymayacaq. Amma burada da indeks elementdən kiçikdir. Deməli, harada indeks özündən kiçik olan elementlərin sayını deməli, siyahıda indeksi özündən kiçik olan elementin sayı, yəni bu nəticə olaraq bizə verməlidir 3. İndeksi elementdən kiçik olsun. İndi gəldik, baxdıq. Bunu biz proqram olaraq nətər yaza bilərik? Gələk baxaq Python-a.
Aha, bir də mən tam ekran paylaşım bir daha yəqin ki, tam ekran deyil paylaşımımızda bir yeni fayl yaradaq. Aha, indi bunları necə belə yerləşdirək də. Bunda bir balaca kiçildi. Aha, deməli belə. Gəlib nə yazırıq? Klaviaturadan daxil edilmiş n elementli siyahıda. Deməli, mən yazıram n bərabərdir. N bərabərdir. Int input. Int input. Bunu yazdıq. Aydınlıq üçün də buradan yazıram. Elementlərin belə yazaq. Siyahı elementlərinin sayı. Siyahı elementlərinin sayı. Bunu bağladım. Bərabər işarəsini qoya bilərik. Dırnağa bağladıq, mötərizələrimizi bağladıq. Yəni, mən n sayda siyahı element əldə edəcəm və mən say istəyir deyə məndən bir k dəyişəni götürürəm. Bunun başlanğıc qiymətinə 0 deyirəm. İndi mən deyirəm ki, mən bir boş siyahı yaradım. A bərabərdir, bir boş siyahı götürdüm. Bu siyahıya elementlər əlavə edəcəm. A siyahısına əlavə edəcəm. Gəlib dövr qururam. For in range n deyirəm. Yəni, siyahıya n dənə element əlavə edəcəyik. Gəlirəm, hər dəfəsində yeni bir, bu dövrdəki n-lərin sayı qədər yeni ədəd əlavə edəcəm. Məsələn, bir b dəyişəni götürürəm. B bərabərdir. Int input deyirəm. Int input. Yəni, yeni bir b ədədə əlavə edirəm. B ədədə əlavə edirəm. Deməli, B ədədi əlavə elədikdən sonra həmin B ədədində gəlib A siyahısına əlavə edirəm. Gəlib deyirəm ki, A.append B. Yəni, həmin A siyahısına B elementin əlavə elə. Və gəlirəm, burada şərt qoyuram. If, əgər, indi i məndə həmin siyahının indeksi olacaq da. Məsələn, tutaq ki, bura n vermişəmsə, i-nin başlanğıc qiyməti 0-dan başlayacaq, n-ə qədər. I indeksdir burada. Gəlib deyirəm ki, if i kiçikdirsə A-nın i-inci indeksindən. A-nın i-inci indeksindən. Mənə nə deyir? Deyir ki, indeksi özündən kiçik olan, indeks özündən kiçikdirsə, bunu say. Deməli, gəlib deyirəm ki, k bərabərdir, k bərabərdir, k plus 1. Və gəlib nə edirəm? Sonra da deyirəm, print k. Deməli, mən məsələn, burada yazdığım 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə element daxil eləmişəm və bunun nəticəsi 3 verib də. İndi gəlin görək bizim proqram işləyir, işləmir. Buradan yazıram index element şərt olaraq. Deməli, aha, deyir ki, siyahı elementlərinin sayı. Mən bura neçə dənə element daxil eləmişəm? 7 dənə. İndi bunu nümunə olaraq yazmışdım deyə bunun üzərində gedirəm. Buraya yazdım 7. İndi gəlirəm elementləri ardıcıllıqla daxil edəcəm. 7, 0, 5, 3, 1, 2, 9. Nəticə mənə nə verdi? 3 verdi. Yəni, siyahı elementindən 3 dənəsi indeks elementdən kiçikdir. 3 dənəsində indeks, həmin indeksli elementdən kiçikdir. Yəni, proqram fraqmentimizdə burada gördüyümüz kimidir. Yəqin ki, biz onu düz başa düşüb yazmışıq. Sual nəsə biraz belə şərt qəribə. Sonra nə deyir? 90-cı sualdır da, bu sonuncu sualımızdır. Klaviaturadan daxil edilmiş 2 ədədin rəqəmləri cəminin cüt və ya tək olduğunu tapan proqramı qurun. Yəqin ki, burada da bunu nəzərdə tutub. 2 ədədin, burada da biraz natural ədəd desə daha yaxşı olardı. Bəlkə mənim daxil elədiyim ədəd həqiqət kəsir tiplidir. Yəni, onda biraz məsələ qarışıq olar da. Düşünək ki, natural ədəd. Yəni, sual müəllifi onu düşünübdür. Deməli, klaviaturadan daxil edilmiş 2 ədədin rəqəmləri cəmi. Məsələn, tutaq ki, mən bir daxil eləmişəm. A bərabərdir, məsələn, 63. Bir də B bərabərdir, 54.
Bu iki ədədin rəqəmləri cəmi, yəni 6 plus 3 plus 5 plus 4 bu mənə nə verir? 18 verir də mənə. 6, 3, 9, 9, 18. Aha. Rəqəmləri cəminin cüt və ya tək olduğunu. Yəni bu mənə 18-dirsə, məsələn, mənə çıxışa verməlidir cüt. Və yaxud belə deyək də, tutaq ki, məsələn, mənə versəydi A bərabərdir 17, B bərabərdir 23. Onda mən 1 plus 7 plus 2 plus 3 bunu hesablamalıydım. Bu mənə verirdi 8, 2, 10, 13. Onda mənə çıxışa verməli idi tək. Yəni bunu düşünübdür. Gəlin baxaq, görək biz bunu nətər yaza bilərik. Burada yazdıqlarımı sildim. Gəlib nə deyirəm? Klaviaturadan daxil edilmiş iki ədədin rəqəmləri cəmi. 2 dənə ədəd daxil edək. Yenə deyirəm, natural ədəd düşünürük. A bərabərdir int input, A bərabərdir int input. Buradan da yazdım A. Sonra eyni şəkildə B bərabərdir int input deyirik. Int input deyirik. Buradan da yazdık B bərabərdir. İndi gəlin baxaq. Biz burada rəqəmlərin cəmini hesablayasıq. Ədədlərin rəqəmlərinin cəmini. S bərabərdir 0 deyə bir cəm hesablamaq üçün dəyişən götürürəm. İndi bunu biz A-nı B-nin rəqəmlərinə ayırıb, rəqəmləri hər dəfə S-in üzərinə əlavə eləməklə hesablamamızı apara bilərik. Müxtəlif versiyalar fikirləşmək olar. Mən nə edirəm? A və B-nin elementlərin siyahıya çevirib, sonra toplamadan istifadə edəcəm. Gəlib deyirəm ki, deməli, A bərabərdir list str A. Bu nə deməkdir? Daxil edədiyim A ədədi əvvəl sətrə, sonra siyahıya çevrilsin. Sonra B bərabərdir. Yenə eyni qaydada list str B deyirəm. List str B deyirəm. Sonra nə etmək olar? Sonra gəlirəm burada bir dənə for I in A deyirəm. Yəni A siyahısının elementlərinə müraciət edirəm. Gəlib deyirəm ki, S bərabərdir S üstəgələk. S üstəgələk. Int deməli I. Yəni I-ni əlavə eləsin ədəd kimi. Int I yazdım. Və sonra eyni şeyi B siyahısı üçün deyirəm. For I in B. For I in B. Çünki mən hər bir ədədi siyahıya çevirmişəm də. A siyahısı və B siyahısının rəqəmlərini A və B siyahısında göstərmişəm. Burada da gəlib yazıram ki, S bərabərdir S üstəgələk int yenə də I. Yəni, təzədən ədədə çevirsin, S-in üzərinə əlavə eləsin. Və bu proseslərdən sonra əgər rəqəmlərin cəmi if S-in 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, print nə verməlidir bizə? Cüt və ya tək olduğunu tapan deyir də. Sonra əks halda else deyirəm. Else print nə? Tək. Print gəldik, buradan da yazdıq. Tək. Print tək. Deməli, nədir məsələmiz? Yoxlayaq görək nə verir bizə. Run verdik. OK verək. Deməli, A-nı daxil edə. Məsələn, mən birinci 63, burada 63-54 daxil eləmişdim. Elə onlarla yoxlayıram. 63 B bərabərdir 54. Bu bizə cüt verir. Yəni, biz 63-ün 54-ün nəticəsində onsuz da cüt demişdik. Məsələn, başqa nümunəni yoxlayaq. Məsələn, tutaq ki, elə burada 17, 23 yoxlayaq. 17, 23. Bu da bizə tək verdi. Deməli, yazdığımız proqramlar doğruymuş. Onu deyim ki, mən buna belə deyək də, öncədən hazırlıqlı deyiləm, spontan olaraq test əlimə keçən kimi izahını çəkmişəm. Bu mənim ilk ağlıma gələn variantdır. Yəni, ola bilər ki, siz fərqli cür düşünüb, fərqli cür yaza bilərsiniz. Amma yazdığımız proqramlarda yanlış yoxdur. Belə, biz sizlə bu 11-ci siniflər ildə deyəsən səhv eləmirəmsə, bir də baxım. Deməli, belə, biz sizlə, bəli, 11-ci sinif birinci qrup B variantının izahlarını paylaşmış olduq. Ümidvaram ki, hər biriniz üçün faydalı olacaq.
Əgər hər hansısa bir çətinlik olarsa, şərh bölməsində qeyd eləyərsiniz, suallarınızı cavablandırarıq. Bir daha xatırladıram, imtahana az müddət qalıbdır. Bu az müddətdə yüksək nəticə əldə etmək istəyirsinizsə, qısa vaxtda effektiv təkrar istəyirsinizsə, bizim əyani və onlayn davam edən qruplarımıza qatılıb öz biliklərinizi artıra bilərsiniz və düşünürəm ki, nəticələrinizə bu təsir eləyəcək. Yəni, müsbət mənada təsir eləyəcək təbii ki. Hələlik sağollaşıram burada sizdən.